Muhammed sallallahu aleyhi ve sellem bildirmiştir ki, oruç tutan insanlar için melekler dua edir. Melekler Allah'a dua edir ki, oruç tutan insanın günahlarını Allah bağışlasın, hatta iftar eləyənə kimi. Bu ayda Allah azze ve celle şeytanları buxovluyur. Bu ayda Allah azze ve celle cennetin qapılarını açır, cehennemin qapılarını bağlayır. Bu ayda aziz kardeşlerim 1000 aydan daha hayırlı olan Qədir gecesi var. Bu ayda her gün, her akşam Allah azze ve celle bir toplum insanı cehennemden Allah azze ve celle azad eləyir. Belə xüsusiyyətləri, Allah qatında belə hörməti olan bir ayı, Müslümanam deyən bir insan keyf damaqla, yeyib içməklə, əylənməklə keçirməsi əziz qardaşlarım doğrudurmu? Belə bir xüsusiyyəti və özəlliyi olan bir ayı Müslüman gün boyu yatmaqla bütün gözəl və qızıl vaxtları hədər etməyi doğrudurmu? Belə bir vaxtı Müslüman Quran-ı Kərimi oxumadan, fəzilətli əməllərlə məşğul olmadan, qeybətlə, nəmmamlıqla filan belə dedi, filan belə dedi, söz gəzdirməklə məşğul olmağı doğrudurmu? Belə bir xüsusiyyəti olan mübarək Ramazan ayını bir insan gecələri boş-boş şeylərlə məşğul olaraq səhərləməyi doğrudurmu? Belə xüsusiyyəti olan bir ayı Müslüman əziz qardaşlarım ona dünyada və ahirətdə fayda verməyən şeylərlə zay etməsi doğru deyil, böyük xüsrandır, böyük uduzmaqdır və böyük xəsarətdir.